Əlbəttə ki, biz ümumiyyətcə bu həyatda çox şey istəyə bilərik, çox şey arzu edə bilərik. Amma mənim üçün vacib olan, neçə illərdir mən bu komandadayam və bu komandanın məsuliyyətini də mən dəfələrlə demişəm ki, Qarabağ mənim üçün nə deməkdir? Ümumiyyətcə mənim məşqçi kimi formalaşmağımda, daha ciddi olmağımda elə bu ad mənim üçün ən böyük silah oldu. Ola bilərdi ki, mən başqa komandada olardım, ola bilərdi ki, orada da bizim oğul nəsillərimiz olsun, amma ola bilərdi ki, orada mən bu dərəcədə illər boyu ciddi ola bilməz idim. Hardasa bəlkə sakitləşərdim, hardasa biraz deməzdim, məsuliyyətsiz olardım, bəlkə biraz yorulardım. Amma burada, bu komandada, yəni bu ad özü neçə illər bundan qabaq, bu ad məni nə yorulmağa qoydu, nə məsuliyyətsiz olmağa qoydu, nə də inamsız olmağa qoydu. Və mənim üçün ümumiyyətcə bu komanda hədəfim bu komandanı sağlam qoruyub saxlamaq idi, stabil qoruyub saxlamaq idi. Və uğur bilirdim ki, inanırdım ki, gələcək. Çünki mən həmişə, belə deyək, futbolçularıma, yenə deyirəm, bəlkə başqa komanda bunu tam istədiyim kimi çatdıra bilməzdim futbolçularıma, amma bu komandada yəni mən həmişə futbolçularıma bizim əsgərlər kimi vuruşmağı həmişə onlardan tələb eləmişəm ki, onlar nə cür vuruşurlar, harda, yəni ölüm qarşısında, yəni güllə qarşısında belə, amma yəni biz meydanda 90 dəqiqə və sonra bir həftə istirahət, 10 gün istirahət və yaxud daha çox, yəni bunu biz bacarmalıyıq və bu mənim hədəfim idi və şükürlər olsun Allaha, çox nadir hallarda olub ki, komanda biraz istəksiz deməzdim, biraz yorğun olduğunda bunu eləyə bilməyiblər. Amma ümumən, yəni mənim hədəfim elə bu olub ki, elə bu sağlamlığı, bu inamı, bu mübarizəni, mücadiləni qoruyub saxlamaq və uğur inşallah gələcək. Və futbol da elə bir oyundur ki, mümkün deyil ki, hər il eyni nəticə olsun və yaxud hər il daha yaxşı nəticə olsun. Çünki biz görmüşük ki, böyük klublar, kral klublar, hansı ki, əgər bu il çempion olurlarsa Premier Liqada, məsələn, İngiltərədə görsən gələn çempion ola bilmirlər və yaxud bu il Çempionlar Liqasını uda bilirlərsə, niyə gələni uda bilmirlər? Çünki hamı inkişaf edir, hamı daha yenilik axtarır, yəni hamı bunu istəyir. Ona görə, amma mənim düşündüyüm bu komandanı sağlam qoruyub saxlamağa mənə heç kim mane olmur. Yəni rəqib komandalar, onlar mənə mane olmurlar. Ona görə mənim hədəfim budur və ona görə həmişə, hətta transferlərdə belə görürsünüz ki, bəzən az transfer edirik, bəzən futbolçunu daha çox araşdırırıq. Çünki bizim üçün çox vacibdir ki, bu komandamıza, kollektivizə gələn futbolçu komandadakı əhvalı korlasın. Və bu mənim hədəfimdir, amma əlbəttə ki, indi qarşılığını Allah verəcək.